Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 6-cı sinif mövzusu olan tam ədədlər üzərində əməllər mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumat xatırlatmaq istəyirdim ki, bu kanalda 6-cı sinifə aid həm mövzuları, həm də qısa videolar paylaşılır. Əgər sizlər də bunlardan xəbərli olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçən uşaqlar mövzunun izahına. Burada uşaqlar birinci növbədə tam ədədlərin natural üstü qüvvəti məsələsinə baxası uşaqlar. Biz artıq 5-ci sinifdən bilirik ki, qüvvət nə idi? Hər hansı məsələ baxın uşaqlar, A üstü n deyirəmsə, bu nə idi? A ədədinin n dəfə özünə vurulmasıdır. Məsələn, mən sizə desəm ki, 5 üstü 3 nədir uşaqlar? 5 vurulsun, 5 vurulsun, 5 deməkdir uşaqlar. Yəni, bu şəkildə baxmamız lazım. Məsələn, 2 üstü 4 yazıramsa, 2 vur, 2 vur, 2 vur, 2. Yəni, burada uşaqlar sayını göstərir. Vuruqların sayı göstəriləcək uşaqlar. İndi bəs yaxşı. Biz indi tam ədədlər keçmişik. Bəs yaxşı. Tam ədədlərin bəs qüvvəti necə olacaq? Uşaqlar, əgər mənə verilən bir ədəd, məsələn, mən sənə desəm ki, hər hansı bir mənfi ədəd vermişəm. Mənfi ədədin, baxın, mütərizədə qüvvəti. Əgər, məsələn, deyəm ki, mənfi ədədin, məsələn, bir var, iki cür baxası uşaq. Bir tək dərəcədən qüvvətə, bir də cüt dərəcədən qüvvətə. Əgər tək dərəcədən qüvvət olarsa, məsələn, mənfi 2 üstü 3 yazsam uşaqlar, burada, baxın, bu mənfi 2, vur mənfi 2, vur mənfi 2 deməkdir. Uşaqlar, baxın, mənfilərin sayı nə qədərdir? 1, 2, 3 dənə. Əgər mənfilərin sayı tək sayıdadırsa, cavabın mənfi alınmalıdır. Yəni, mənfi 8. Yəni, uşaqlar, bir də bu hissəni yazmağa ehtiyac yoxdur. Sən baxırsan ki, qüvvətli ədəd nədir? Təkdir. Təkdirsə, cavab mənfi alınacaq. Məsələn, mən sənə desəm ki, mənfi 5 üstü 5 yazmışam. Deməli, bunun cavabı nə olacaq? Mənfi. Birdən soruşa bilər. Amma məsələn, belə bir şey yazsam, baxın uşaqlar, bunun cavabı təbii ki, müsbət olmalıdır da. Elə deyilmi? Çünki burada mənfi yoxdur. Bəs yaxşı, cüt dərəcədən bəs mənfi ədədin necə olacaq uşaqlar? Məsələn, mən sənə desəm ki, yenə də mənfi 4 üstü 2 yazmışam. Bu da mənfi 4 vurulsun, mənfi 4 deməkdir. 2 dənə mənfi ədəd bir-birinə vurulur, təbii ki, müsbət alınacaq. Və yaxud da uşaqlar qüvvət cütdürsə, həmişə nə alınmalıdır? Müsbət alınmalıdır. Məsələn, mən sənə desəm ki, mənfi 5 üstü 6, elə bu 5 üstü 6 deməkdir uşaqlar. Yəni, bu şəkildə baxmaq olar. Belə, uşaqlar, baxın, birdən, baxın, hökmən mənfi və müsbətdirsə mütərizə olmalı deyək. Yəni, mütərizədirsə buna daxildir. Məsələn, mən sənə desəm ki, mənfi 2 üstü 4 yazsam, daha sən, müəllim, bunun cavabı müsbət 16 deyə bilmərik. Mənfi 16 olacaq. Niyə? Çünki, uşaqlar, baxın, mütərizə bu mənfi 2-yə aiddir deməkdir. Amma yox, mütərizə yoxdursa, bu mənfi bu 2-yə aid deyil. Məsələn, mən desəm ki, mənfi 5 üstü 2, sən deyəcəksən ki, bunun cavabı mənfi 25. Həmçinin mənfi 5 üstü 3 yazsam, bunun da cavabı mənfi 125 olaraq qalacaq uşaqlar. Yəni, mütərizə varsa, yəni müsbətə çevriləsidir, mütərizə yoxdursa, olduğu kimi qalacaq. İndi məsələn, misal nömrə 1-ə baxarım uşaqlar burada. Nə deyir burada? Deyir ki, bu ifadənin qüvvə şəklində yaz. Bu olacaq uşaqlar mənfi 7 üstü 3 şəklində olacaq. Sonra bura baxın. 1, 2, neçə dənə var burada? Baxaq, 1, 2, 3, 4 dənə varsa, bu olacaq mənfi 6 üstü 4. Elə bu da 6 üstü 4-ə bərabərdir uşaqlar. Bu belə. Nəsə burada 1, 2, 3, 4, 5 dənə varsa yazarsan mənfi 3 üstü 5. Burada da mənfi alınacaq cavabımız. Sonra gəldi ikinci sual. Deyir ki, 6-nın kubunu. Şöyle 6-nın kubu nədir? 6 vur, 6 vur, 6. Bu da eləyəcək cavabımız 216. Mən artıq bir də bunu hesab. Yəni biz vururuq da uşaqlar. 6 vur 6, 36, 36-nı da 6-ya vur. Məsələn, 3 üstü 6 nə deməkdir? 3 vur, 3 vur, 3 vur, 3 vur, 3. Bir dənə də 3 olacaq. Bunlar bir-birinə vursa uşaqlar burada 27. Bunlar da bir-birinə vursa burada 27. 27-ni də 27-yə vursaq, nəsə bir cavab alınır da buna baxmıram uşaqlar. Bu şəkildə vura bilərik. Baxın uşaqlar, mənfi 6-nın kubu isə, baxın mütərizə. Bu artı mənfi 216 eləyəcək uşaqlar. Aha, burada indi baxın uşaqlar, mənfi 3 üstü 6-da isə yenə də müsbət alınacaq. Çünki qüvvət nədir? Müsbətdir. İndi uşaqlar, baxın, mənfi 1 üstü 12, daha götürüb 12 yazmırıq da, 1-i 12 dəfə özünə vursam, cavab yenə də nə olacaq? 1 eləyəcək. Məsələn, mənfi 1-i 13 dəfə özünə vursam, burada da mənfi 13 şəklini alacaq. Məsələn, 0 üstü 3 nə olacaq?
Bu da eləcə elə 0. Yəni 0 3 dəfə özündən vursam da cavab nə olacaq uşaqlar? 0 şəklində olacaq. Gəldi 3-cü sual. Deyir ki, A və N verilmiş qiymətlərində məsələn hesablayın deyir. Burada da A üstü N verilib aşağılar. Əla. Gəlin baxaq. Deyir ki, A üstü yəni -7 üstü 3. Yəni burada eləcək -7-ni 3 dəfə özündən vuranda 343 eləyəcək uşaqlar. Sonra -2 üstü 4. Yəni bu 2 üstü 4 deməkdir. Bu da eləcək 16. Sonra -1 üstü 108. Bu da elədir müsbət 1. Sonra -1 üstü 109. Bu da elədir -1. Sonra 0 üstü 215. Bu da elədir 0. Sonra gəldi belə buradan yazağın. -8 üstü 2. Bu da elədir müsbət 64. -4'ün kvadratı. Bu da elədir 16. -3 üstü 5. Bu da elədir -3'ü 5 dəfə özündən 4 dəfə özündən vursam -243 eləyəcək uşaqlar burada. Bu da belə. Sonra gəldik nə deyir? 4-cü sual. Deyir ki, hesablama aparmadan ifadənin qiymətin mənfi ya da müsbət olduğunu müəyyən edin. Hesablamakla cavabı yoxlayın deyə. Uşaqlar baxın. Bax qüvvətdə 5 varsa bu eləcək cavabımız -32. Əgər qüvvətdə 4 varsa, yəni cüt ədəddirsə müsbət 81. Burada cütdürsə müsbət 1. Burada təkdirsə yenə mənfi alınacaq uşaqlar. Burada da baxın cüt ədəd olduğuna görə 196 olacaq. Bunun cavabı müsbət olacaq uşaqlar. Deyir ki, hesablama aparmadan ifadənin qiyməti mənfi ya da müsbət olduğunu qeyd edin. Bunu biz necə qeyd edə bilərik uşaqlar? Məsələn, baxın. Bu -1 üstü 6 bu müsbətdir. -2'nin kubu bu mənfidir. Müsbətdə mənfiyə vuranda nə olacaq? Mənfi olacaq. Baxın. -3 üstü 4 bu müsbət. Bu da müsbət. Müsbətdə müsbətə vursam cavab müsbət alınır. Bu mənfidir. Bu da mənfidir. 2 mənfini bir-birinə vursam nə olar uşaqlar? Müsbət olar. Baxın bu da mənfi alınacaq. Bu da 2 mənfini bir-birinə vursam cavab nə olacaq? Müsbət alınacaq uşaqlar. Gəldik sonra bu suala. Deyir ki, müqayisə edin. Əla. Gəlin baxaq görək. Burada nə deyir? Uşaqlar baxın. -1 üstü 4 bu elə 1'dir. Bəs bu mənfi 1'dir. Bax uşaqlar. Çünki mötərizə yox deməli bu böyük. Baxın. -1'in kubu bu -1. -1'in kvadratı bu da -1. Bunlar nə oldu bir-birlərinə? Bərabər oldu. Baxın -5'in kubu -125. Bu da -5'in kvadratı -25 eləyir. Bax uşaqlar mötərizə olmadığına görə. Yenə də bu böyük olacaq. Bu elədir -64. Bu da elədir -64. Bunlar da bir-birinə bərabər olacaq. Burada -64. Bu da elədir -216. Deməli hansı böyük olacaq bu? Baxın -1 üstü bura -1. Burada da uşaqlar baxın -8. 2 dənə mənfisə bu elədir müsbət 8'ə. Bu da belə olacaq uşaqlar. Sonra baxın 2 üstü 4 elədir -16. -16'nı -1'ə vursam müsbət 16. Bu da elədir -16. Deməli bu nə oldu? Böyük olacaq. Burada -27 vurulsun 4 olacaq. Burada da -144 olacaq uşaqlar. Bu elədir -108. Bu da -144. Təbii ki -108 daha böyük olacaq. Gəldik 7-ci suala. Suallara cavab verin. Ən böyük rəqəmli mənfi ədədin 5-ci qüvvəti neçədir? Ən böyük 2 rəqəmli ədəd hansıdır? Mənfidir. Təbii ki 10'dur uşaqlar. -10'dur da elə deyilmi? -10'u 5 dəfə özünə vursam mənfi belə bir şey olacaq. Arxasında 5 dənə 0. Yəni 100.000 olacaq. Ən böyük 4 rəqəmli mənfi ədəd hansı ədədin kubu? Ən böyük mənfi 4 rəqəmli ədəd təbii ki 1000'dir aşağılar. 1000'də hansı mənfi ədədin kubudur? Təbii ki -10'un nəyi olacaq? Kubu olacaq. Hasili -5 ədədinə bərabər olan 2 tam ədədin cəminin 4-cü hasili -5'dir. Təbii ki məsələn hasili -2 tam ədədin cəminin 4-cü qüvvəti da. Məsələn hasili -5 vur 1. Elədir -5. -5 olacaq. Belə. Sonra da ki bunların nəyini tapdı? Həmçinin belə də ola bilər. -1 vurulsun 5 də ola bilər. Eyni şeydir uşaqlar. Yəni cavab eyni alınacaq. Niyə?
Çünki cəminin 4-cü dərəcədən qüvvətdir. Baxın uşaqlar, mənfi 5 üstə gəlinsin 1-in üstünə 4. Bu da elədi mənfi 4 üstü 4. Bu da eləcək 256 eləyəcək uşaqlar. Bu da belə. Sonra əməllər ardıcıllığı var. Biz uşaqlar əməllər ardıcılığını bilirik də. Birinci qüvvətə yüksəltməməli olmalıdır normalda. Mötərizə varsa mötərizə. Sonra da toplama, vurma, bölmə bu şəkildə edilməlidir. İndi gəlin burada misallara baxalım. Məsələn, burada gəldik. Burada nəyə? Birinci suala baxırıq uşaqlar. A variantında. Birinci qüvvətə yüksəltmə əməlini yerinə yetirməliyəm. Elə deyilmi? 3-ün kuvveti 9. 9 üstə gəlinsin. 18-i mənfi 2-yə böləndə mənfi 9. 9 üstə də mənfi 9 gələndə 0 eləyəcək A variantında. Keçirəm B variantına. Mənfi 8-in kuvveti mənfi 64 bölünsün. Mənfi 4-ün kuvveti 16. Mənfi 64-ü 16-ya bölündə mənfi 4 şəklini alacaq uşaqlar. Gəldik C variantına. Baxın, mənfi 100 çıxılsın. Baxın, mənfi 50-ni 5-ə böləndə mənfi 10 düşdü. Mənfi 100 üstə gəlinsin 10. Bu da elədi mənfi 90. Gəldik D variantına. Bura 4. 1-dən 3 çıxanda mənfi 2 üstə gəlsin 2-yə. Mənfi 4-ü mənfi 2-yə böləndə mənfi 2. Mənfi 2 üstə də 2 gələndə bərabər 0 olacaq uşaqlar. Sonra gəldik Y variantına. Y variantında baxın şu modula 4 çıxılsın 36 bölünsün 8. Buradan çıxanda mənfi 32 bölünsün 8. Mənfi 32-dən də müsbət 32 çıxacaq. Bu da elədi cavabımız 4. F variantına da baxsaq, mənfi 8 çıxılsın 1 bölünsün, bu da 9 eləyəcək. Burada nə oldu uşaqlar? Bu elədi 9, moduldan müsbət çıxacaq. Modulda mənfi 9 bölünsün 9 olacaq. Buradan 9 bölünsün 9 bərabər nə oldu uşaqlar? 0 şəklini alacaq. Sonra gəldik nəyə? Bura. Burada da baxsaq uşaqlar, 2 variantında mənfi 9 üstə gəlinsin. Mənfi 1-i 5 dəfə özləmədə mənfi 1. Buradan 2-dən 20 çıxanda mənfi 18. Mənfi 9 üstə gəlinsin. Mənfi 18-i mənfi 1-ə vuranda 18 elə. Mənfi 9-un üstə də 18 gələndə cavabımız eləyəcək 9. H variantında mənfi 10 üstə gəlinsin. 27 bölünsün 9-a. Mənfi 10 üstə gəlinsin 3 olacaq. Bu da elədi mənfi 7. Belə. Belə. Sonra gəldik bura. 9-cu suala baxırıq uşaqlar. Deyir ki, yenə də burada əməlləri yerinə yetirin deyir. Baxaq görək, necə etməliyik. Belə, uşaqlar, baxın, birinci mənfi 18-i vururam 3-ə. Neçə elədi? A variantına baxırıq. Mənfi 54. Sonra uşaqlar, mənfi 12-ni mənfi 2-yə böləndə artıq toplama olacaq. Üstə gəl 6. Bu da nə elədi uşaqlar? Mənfi 48. Keçirəm B variantına. Baxın, mənfi 81 olacaq. Bölünsün 27. Burada da uşaqlar, bu 2 dənə mənfi toplamaya çevriləsi üstə gəlinsin. 20-ni də ona böləndə bura 2 elədi. Mənfi 81 3-ə bölün mənfi 3 üstə gəlsin 2 bərabərdir mənfi 1 şəklini alacaq. Gəldik bura. Burada uşaqlar baxın. C variantında elədi mənfi 18. Baxın uşaqlar çıxılsın. Baxın bu mənfi 4-ü mənfi 1-ə böləndə müsbət 4 olacaq. Yəni mənfi 18 çıxılsın. Mənfi 4. Çıxılsın 4. Bu da elədi mənfi 22 şəklində olacaq. D variantına baxsaq, mənfi 18 çıxılsın, burada mənfi 64 eləyəcək uşaqlar. Çünki belə, bir də bölünsün mənfi 32-yə. Nə oldu burada? Mənfi 18 çıxılsın 64 bölünsün mənfi 32. İndi baxın uşaqlar, mənfi 64-ü mənfi 32-yə böləndə 18 çıxılsın 2 olacaq. O da elədi mənfi 20. Belə. Gəldik F-ə, Y-yə. Y variantında nə deyir bizə? Deyir ki, uşaqlar, baxın, mənfi 18 üstə gəlinsin 64 bölünsün, vurulsun. Baxın uşaqlar, bu mötərizə, bax, bu mötərizənin daxilindədir bu ifadə. 64 vurulsun, aç mötərizə mənfi 4 üstə gəldir. Uşaqlar, bu mənfi 4 ilə 4 toplasam nə olar? 0. Bura 0. 0-ı 64-ə vursam 0. Mənfi 18 üstə gəlsin 0 nə elədi? Mənfi 18. F variantına baxsaq, mənfi 18 vurulsun, mənfi 5-in kvadratı mənfi 25 bölünsün mənfi 5 bölünsün mənfi 5 çıxılsın 5 olub aşağılar. Baxın,
Mənfi 18 vurulsun. Mənfi 25-i mənfi 5'e bölündü 5. 5'ten de 5 çıxanda bura 0. Mənfi 18'i də 0'a vursam nə oldu? 0 şəklini alacaq uşaqlar. Sonra gəldi 10-cu sual. Deyir ki, mötərizələri elə qoyun ki, doğru bərabərlik alınsın. Deyir. Əla. Gəlin baxaq görək necə etsək alınır aşağılar. Burada biraz fikirləşməmiz lazım. Baxın aşağılar. Mən bu mötərizəni belə yazsam necə olar? Baxaq görək olurmu? Baxın. Mənfi 5-in üstə mənfi 3 gəldi. Mənfi 8. Mənfi 8'i 2'yə vurdum. Mənfi 16. Mənfi 16'nı da 1'ə bölsəm 16 rədd. Deməli bu şəkildə olmalı. Əla. Əla. Sonra başqa nə var burada? Buna baxaq görək. 28. Alınması üçün nə edə bilərik? Məsələn, bu ikisini belə götürsək nə olar uşaqlar? Baxaq görə alınırmı? Məsələn, burada 4, 4, 5'e bölün 12. Yəni, burada 4, 12, 12'nin də yox, olmadı. Baxaq görək necə eləyə bilərik. Bəs belə olsa necə olar dedik? 4, 4. Yox, bu da olmaz. Bu da olmaz. Belə olmadı. Bir də baxın belə. 60 bölünsün dedik. Nə oldu burada? 4. Üstə gəlinsin. Mənfi 2 oldu. 60'ı da 2'ye böldü 30 elədi. 28 alınmalı ama. Bu C variantına baxın, ona yenidən dönəcəm uşaqlar. Burada necə eləyə bilərik? Burada belə bir şey etsək olar mı? Baxaq görək. Mənfi 5 çıxılsın 25. Mənfi 30. 35'e 6. 6'dan 5 olmadı bu. Bəs belə bir şey eləsək bəs. 25'i 5'e böldüm. 25'i böldüm 5'e. Yox, bir dəqiqə, baxaq görək. Belə baxmışdıq. Belə olsa bəs necə olar? 25'i böldüm 5'e 5. Bu olacaq, bax uşaqlar. Mənfi 5 çıxılsın. 25 bölünsün 5 çıxılsın 7'yə. Mənfi 5 çıxılsın. Buradan 5 çıxılsın 7 olur. Burada da mənfi 5 çıxılsın, mənfi 2 olur uşaqlar. Burada da mənfi 5 üstə gəlsin, 2 olur. Bu da elədi mənfi 3. Deməli, bu doğru oldu. Bəs bunu necə eləməliyik biz? Belə. B variantında ağlıma heç nə gəlmədi. Daha fikirləşək, 28 alınması üçün bölünsün var da burada. 60'ı 4'e bölsəm nə olur? 15. Deməli, bu olmayacaq. Bunu belə eləsək bəs. Belə baxmışdım, bilmirəm. 60 bölünsün. 4'ün bir üçün 3. Bir də vurulsun 2'yə. Elə mi oldu? Bura 4. 4'ün üstə bir 3 elədi. 3. Oynadı. Yox, bu da olmadı. Belə baxsaq bəs, belə baxanda da olmadı. Bayaq baxmışdıq deyəsə. Burada 60 bölünsün 4. Elə bu olur. Necə bir gözdən qaçıb bu? Elə bu olacaq uşaqlar. 60'ı 4'e böldüm 15. 15'in üstə mənfi 1 gələn mənfi 14. 14'ü 2'yə vuranda elədi 28. Bu şəkildə olacaq. Gəldik 11-ci suala. Deyək ki, müqayisə edək suala. Baxın, burada eləyəcəm mənfi 27. Elə deyil mi? Burada da eləyəcəm mənfi 30. Hansı böyükdür? Təbii ki, mənfi 27. Sonra gəldik bura. Bura baxın aşağılar, mənfi 24 bölünsün. Modulda bu elədi mənfi 4 çıxılsın 10 bölünsün mənfi 5'ə. Gəlin sizə bunu tezdən yazın. Baxın aşağılar. Mənfi 24 bölünsün. Buradan mənfi 4 çıxılsın 10 bölünsün mənfi 5. İndi baxın. Mənfi 24 bölünsün. Bura modulda mənfi 4
üstə gəlinsin olacaq. Bura 2 olacaq bax uşaqlar. Burada mənfi 24 bölünsün modulda mənfi 2. Mənfi 24 bölünsün 2-yə. Bu da elədir mənfi 12. Bura mənfi 12 elədi uşaqlar. Burada 4 var. Deməli 4 daha böyük olacaq. Burada gəldik məsələn. Bu elədir mənfi 216. Bu elədir mənfi 43 uşaqlar. Çünki burada müsbətdir, bu da mənfidir. Deməli mənfi 43 daha böyük olur. Burada mənfi 27. Mənfi 27 isə 7 gəlində mənfi 7. Mənfi 7-dən müsbət 7 çıxacaq. Burada 9-dur. Deməli 9 daha böyük olacaq. Burada baxsaq uşaqlar. Mənfi 2 isə 2 gəlsəm 0. 0 bura 0 elədi uşaqlar. Burada da bura müsbət elədi. Bax 64 bölünsün 16. Bura elədi 4. Deməli 4 daha böyük olacaq. 144 bölünsün mənfi 12 eləyəcək. Bu elədi mənfi 12. Bu da müsbət 12. Deməli müsbət 12 daha böyük olacaq. Bu da belə uşaqlar. Gəldik 12-ci suala. 12-ci suala. Nə deyir burada? Deyir ki, uyğun ədədi ifadələr yazın və qiymətini deyir ki, mənfi 2 və 5 ədədlərinin cəminin kubu. Baxın aşağılar 12-ci sualda. Baxın, mənfi 2 üstə gəlsin 5-in kubu. Bu da nə elədi? 3-ün kubu. Cavab elədi 27. Məsələn, B variantına bax. Mənfi 4-ün kubu bölünsün mənfi 8. Bax, mənfi 4-ün kubu bölünsün mənfi 8-ə. Bu elədi mənfi 64 bölünsün mənfi 8-ə. Bu da elədi 8. Deyək ki, 6 və ədədlərin fərqi. Baxın, 6 çıxılsın mənfi 8-in belə. Bu da elədi 14-ün kvadratı. Neçə elədi? 196. D variantında. 2 üstə gəlinsin mənfi 3-ün ədədlərin cəminin 7-ci qüvvət uşaqlar. Bu da elədi mənfi 1-in üstü 7. Bu da elədi mənfi 1. Bu şəkildə olacaq. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapın deyilər. Gəlin tapaq. Nə deyir bizə? A-nın yerinə mənfi 2 yazasıyıq uşaqlar. Gəlin burada qeyd edək. A bərabərdir mənfi 2-dir. B də bərabərdir mənfi 8. İndi yazasıyıq. Baxın uşaqlar burada. A mənfi 2 bölünsün. Üstə gəlsin daha doğrusu. Mənfi 8 bölünsün 4-ə. Mənfi 2 üstə gəlinsin mənfi 2. Nə oldu uşaqlar? Bu da elədi mənfi 4. Sonra baxın. Mənfi 2-nin kvadratı üstə gəlsin 4 vurulsun mənfi 8-ə. Bu da elədi mənfi 4 üstə gəlinsin mənfi 32. Bu da nə elədi? Mənfi 36 şəklini alacaq. Sonra A vur B. Yəni mənfi 2-ni vuran mənfi 8-ə. Bir də çıxıram 4-ü vuram mənfi 1-ə. Uşaqlar, baxın, bunlar bir-birinə vuranda 16. Bunlar da bir-birinə vuranda müsbət 4 elədi. Cavabımız elədi neçə? 20. Yəni bu şəkildə olacaq. İndi bizə B variantında deyir ki, uşaqlar, bizdə A bərabərdir mənfi 1-dir, B bərabərdir 6-dır, C də bərabərdir 3 şəklindədir. İndi gətirin baxalım. Yazıb ki, mənfi 6 üstə gəlinsin, mənfi 1 vurulsun 3. Belə bir şey oldu. Buradan da mənfi 6 üstə gəlinsin. Mənfi 3-ə. Bu da elədi modulda mənfi 9. Bu da neçə oldu uşaqlar? Cavabımız 9 oldu. Sonra mənfi 3 bölünsün mənfi 1 çıxılsın 6. Bu da elədi 3 çıxılsın 6-ya. Elə deyil mi? Bunlar 3 elə. 3-dən də 6 çıxanda elədi mənfi 3. Sonra gəldik bura B. 6 bölünsün açma tərzə. Mənfi 1 üstə gəlsin 3-ə. 6 bölünsün 2-yə. Bu da neçə elədi aşağılar? Cavabımız 3 elədi. Belə. Elmi kalkulatorda hesablamaqla yazın deyir aşağılar. 14-cü sualda. Belə də yaza bilərik əslində. Kalkulatorda siz özünüz də yaza bilərsiniz. Gəlin biz bunu belə yazalım. Baxın 180 bölünsün 9 çıxılsın 16-nın da kvadratı 256 eləyəcək aşağılar. 20 çıxılsın 256. Bu da elədi mənfi 236-ya. Elə deyilmi? Yəni mütləq kalkulatordan hesablamalı diye bir şey yoxdur. Yəni belə də yəni hesablamaq olur. B variantı 20-nin kubu aşağılar 4. Baxın 2-nin kubu 8 deyil mi? 20-nin kubu da olacaq. Nə? 8000 olacaqdır uşaqlar. Elə deyilmi? Baxın düz deyirəmmi? 8000. Bölünsün. Baxın mənfi 22 üstə gəlinsin mənfi 18 şəklini alacaq da bu. Əla. Bu da elədi uşaqlar. Baxın 8000 bölünsün. Bunları toplayanda 40 eləyəcək. Mənfi 40 təbii ki.
Bununla sıfırlayır. 800 də 40-a bölsəm mənfi 20 şəklini alacaq. Bu da belə. Gəldik C variantına. Şuralar baxın, mənfi 35-i mənfi 6-ya vursam 0, mən 210 elədi, elə deyim? 210 çıxılsın. Burada mənfi 243 olacaq uşaqlar. Bu da elədi 210, üstə gəlinsin 243. 243-ə. Bu da elədi 3, 5, 453 şəklində olacaq uşaqlar. Bu da belə. İndi burada baxın D variantında 1235 vurulsun. Mənfi 27 üstə gəlsin 287 olacaq. 1235 vurulsun, bunları toplayanda 260 olacaq. 260. Şimdi bu ədədləri daha vurmuram aşağılar. Bu da belə olacaq. Y variantında. Baxın 126 üstə gəlinsin 125 vurulsun. 12 üstə gəlinsin mənfi 32 olacaq uşaqlar. Baxın 126 üstə gəlsin, bunu toplayanda mənfi 10 üstə gəl mənfi 10 da 125-ə bölündə mənfi 1250 olacaq uşaqlar. Artıq bunu toplayanda 1250-dən bunu çıxaram. Bura 4, bura 2, mənfi belə bir şey alınır uşaqlar. İnşallah ki düz yazdıqda bunu gəlin burada yazalım. Sonra səhv olmasın. Bura 4, bura 2, bura 1, 1. Aha, düz yazmış. Yəni bu şəkildə olacaq uşaqlar. İndi bizə deyir ki, baxın, bəli, doğrudurmu deyir 15-ci sualı. Gəlin baxaq görək doğrudur, yanlışdır. Məsələn, mənfi 2-nin üstü 2. Baxın aşağı, burada 2 dənə mənfi zaten müsbətə çevrildi mi? 2 dənə bu mənfi müsbətə çevrildi mi? Çevrildi. 2 üstü 2 oldu. Bu 4 oldu. Qabağına mənfi gəlmədi. Bax. İndi baxın. Bu uşaqlar cüt dərəcə olanda müsbət olacaq. Tək dərəcə olanda olacaq. Bax bu. Bu qayda. Bax məsələn buna baxaq indi. Yazıb mənfi 2-nin mənfi 2-nin üstündə 3. Baxın uşaqlar yenə də. Bu 2 dənə mənfi nəyə çevrildi? Müsbətə çevrildi mi? Əla. 2 üstü 3 oldu bu. Bu da elədi 8. İndi baxın C variantında. İndi bax mənfi 2 üstü 2 oldu. Bu 4 elədi. İndi baxın D variantında mənfi 3 üstü 2 oldu. Yoxsa mən səhv yerlərini dəyişdirdim bunu. Mənfi 2 üstü 3 olur burada. Mənfi 2 bir dəqiqə. Mənfi 2 üstü 3. Hə, indi baxın aşağılar burada. Hə, mənfi bu tək dərəcədən artıq burada mənfi 2 üstü 3, yəni olduğu kimi qalır, dəyişmir. Bu da mənfi 8 edəcək uşaqlar. Bu da belə. Sonra gəldik nəyə? Gəldik 16-cı sual. Deyir ki bizə 16-cı sual məsələdir. Elxan fikrini belə tutub. Bu ədədin kvadratı 4-ə bərabər. Nəyin kvadratı 4-dür aşağılar? 2. Həmin ədədi 3-cü dərəcədən qüvvətə yüksəldikdə özündən kiçik ədəd alınır. Aşağılar baxın. Həm 2-nin kvadratı 4-dür. Həm də mənfi 2-nin kvadratı 4-dür. Deməli, bax bu kiçik ədəd alınırsa, bax məsələn mən 2-ni 3-cü dərəcədən qüvvətə yüksəltsəm 8 eləyər. Amma mənfi 2-ni 3-cü dərəcədən qüvvətə yüksəltsəm mənfi 8 eləyər. Deyir ki, burada bax, qüvvətə yüksəldəndə alınan ədəd daha da kiçilir, mənfi olur. Baxın, deməli, Elxanın fikrində tutduğu ədəd mənfi 2 imiş aşağılar. Yəni bu şəkildə olacaq. Sonra nə deyir burada? Səbinə kalkulyatorda mənfi 5 ədədini 4-cü qüvvətini hesabladı və mən cavabını aldı. O hansı səhvə yol verib? Hə. O hansı səhvə yol verib bilirsinizmi? Kalkulyatordan hesablayanda bir dənə mənfi yazırsan. Amma sən burada məsələn mənfi 5-i 4 dəfə vuranda baxaq görək burada bu şəkildə də göstərilir bu uşaqlar. O belə yazıb. Mənfi 5 üstü 4 yazıb. Bu doğru deyil. Bu belə yazılmalı. Mənfi 5 ədədini vuranda sən mənfi 5 vurulsun, mənfi 5 vurulsun, mənfi 5 vurulsun, mənfi 5 yazsan. Burada 1, 2, 3, 4 dənə mənfi olduğunu cavab müsbət alınmalıdır. Yəni bu şəkildə olmalıdır. Gəldi 18-ci sual. Deyir ki, robot yalnız 2 vahid irəli, buradan 2 vahid irəli gedibdir. Və 5 vahid geri komandasını icra edir. Başlanğıc anda 1 nöqtəsində dayanan robot algoritm 3 dəfə yerinə yetirəndən sonra F nöqtəsinə çatdı.
Hani f nöqtəsi yoxdur axı? Yoxsa varmı? F. Bu nöqtənin koordinatı tapmaq üçün ifadə yazın və qiymətini hesablayın. Deyir ki, başlanğıc anda A1 nöqtəsində dayanan robot alqoritm 3 dəfə yerinə yetirəndən sonra F nöqtəsinə çatır. F nöqtəsində bu nöqtənin koordinatını tapmaq üçün ifadə yazın. Allah Allah. 3 dəfə deyəndə burada F nöqtəsində bizə verməyiblər əslində uşaqlar. Bir dənə baxım. Bax, 2 vahid irəli gedir. Buradadır da. 2 vahid irəli gəldi bura. 5 vahid də geri gəlməlidir. 1, 2, 3, 4, 5 bura gəldi. Deyir ki, başlanğıc anda A nöqtəsində dayanıb. Bir nöqtəsində dayanıb. Mən səhv elədim. Düz yazmışam. Nöqtəsində dayanan robot alqoritmi 3 dəfə yerinə yetirəndən sonra dayanan robot alqoritmi 3 dəfə yerinə yetiribdi. Eyni alqoritmanı 3 dəfə yerinə yetirib. Baxın aşağılar. Burada yəni 2 vahid gəldi. Belə bura gəldi tezdən. 2 vahid buradan bura qayıtdı. Sonra tezdən 5 vahid gəldi bura. Bu ikinci alqoritma idi. Sonra tezdən 2 vahid bura gəldi. 3-dən indi 5 vahid getməlidir. Hala -8 olmalıdır. Baxın uşaqlar. Burada deyir 3 dəfə yerinə yetirəndən sonra deyir F nöqtəsinə çatır. Burada F nöqtəsi də -8 nöqtəsi olur uşaqlar. Bu şəkildə olmalıdır. Ümid edirəm ki, video sizin üçün faydalı olar uşaqlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun. Növbəti videolarda görüşmək ümidi.